Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə 30 may tarixində keçirilən sınaq imtahanında, sertifikasiya sınaq imtahanında Python proqramlaşdırma dilindən olan sualların izahını təqdim edəcəm. Diqqətlə izləməyinizi tövsiyə edirəm. Odur ki, başlayaq birinci sual ilə. Proqramın icrası zamanı girişə ardıcıl olaraq 6 və 3 daxil edilərsə, çıxışa verilən nəticəni müəyyən edin. Deməli, A dəyişəni və B dəyişənini daxil eləyəcəyik. Daha sonra A-nı 3-ə vuracağıq və böləcəyik bunu 3-ün qüvvəti 2, yəni 3-ün kvadratına böləcəyik. Üzərinə 12-ni gəlib B-ni çıxacağıq. Deməli, əvvəlcə biz 6-nı daxil ediriksə, A-nın qiyməti olacaq 6. Burada qeyd edə bilərik. 6. Daha sonra isə B-ni qeyd eləyəcəyik. O da B-nin qiyməti 3-dür. Sadəcə burada diqqətli olmaq lazımdır ki, hesablanma ardıcıllığı nə cür aparmalıdır? Adətən səhv edən müəllimlərin bir qismi belə hesablayır. 6-nı 3-ə vurur 18, 18-i 3-ə böldükdən sonra kvadrata yüksəldir, yəni qüvvətini 2 yazır. Əslində burada qüvvətə yüksəltmə, yəni 2-dən ulduz qüvvətə yüksəltməni bildirir, bildiyiniz kimi. Varsa birinci onu icra eləmək lazımdır. Yəni 6-nı 3-ə vurduq, ardıcıllıq bu cür olmalıdır. 6-nı 3-ə vurduq, bölmə işarəsini qoyduq, kəsr xətti qoyuram. 3-ün kvadratına biz bunu bölməliyik. Yəni 3-ün kvadratı dedikdə 9-a bölürük. Aldığımız nəticənin üzərinə 12 gəlib və B-nin qiyməti olan 3-ü çıxırıq. Və indi hesablayaq görək nə qədər alınır. Deməli 6-nı 3-ə vururuq eləyir 18, 9-a bölürük 2, üzərinə 12 gəlirik eləyir 14, 3-də çıxırıq eləyir 11. Amma sualın düzgün cavabı 11 yox, 11.0-dır. Nəyə görə? Nəyə görə 11 yox, 11.0-dır? Çünki biz bölmə işarəsi kimi bir dənə drop işarəsindən, yəni bundan istifadə eləmişik. Əlbəttə ki, bu nəyi bildirir? Deməli, bax bu bölmə ilə bu bölmə arasındakı fərq odur ki, əgər birincidə istifadə eləiriksə, qiymət hər zaman float tipini alır. Yəni tam hissə ilə götürəcəyik, nöqtə ilə olanı götürməliyik. Əgər tam bölünmə, yəni bu formada olsaydı, onda biz integer götürərdik, 11 götürərdik. Deməli biz birincidə yazdığımızdan istifadə eləmişik deyə, ona görə sualın cavabı float alınmalıdır. Yəni nöqtəli olmalıdır. O da düzgün cavabımız A variantı eləmiş olar. Hətta bunu sizə göstərə də bilərəm. Baxın, A dəyişəninə tutaq ki, deyirəm 8 qiymətini yazıram. B dəyişəninə isə deməli qeyd eləyirəm, tutaq ki, 4 dəyişən. Və indi mən print eləyirəm. İlk növbədə A-nı bölürük B-yə. Əlbəttə ki, biz bax bundan istifadə eləmişik deyə artıq float tipini alacaq. Yəni cavabımız 2.0 olacaq. Aşağı hissədən də görə bilərik. 2.0 alındı gördüyünüz kimi. Yox, əgər biz tam bölünmədən istifadə ediriksə, yəni tam hissəsini yalnız bizə lazımdırsa, onda nöqtə olmayacaq, integer tipini almış olacaq. Və gördüyünüz kimi artıq cavabımız 2 olmuş oldu. 2.0 yox, 2 oldu. Belə bir sual idi. Növbəti sualımıza gələk. Proqramda dövrün gövdəsi neçə dəfə icra olunmuş olacaq? Bunu əlbəttə ki, daha sürətli də yazmaq olar. Yəni belə deyək, beyninizdə fikirləşib də cavabı tapa bilərsiniz. Amma adətən təzə-təzə başlayanlar üçün və ya çətinlik çəkənlər üçün mən bütün dövrləri yazmağını istəyirəm. Deməli, ilk növbədə nə etmək lazımdır? İlk növbədə A-nın qiyməti 4, K-nın 18, S-in 0 qiyməti verilmişdir. While, yəni biz dövr eləməliyik. Və dövrlərin sayı da əvvəlcədən məlum deyil, while-da bildiyiniz kimi. For-da isə məlum olur neçə dəfə dövr eləyəcəyimiz. Deməli, biz K-nın yerinə 18 yazırıq, A-nın yerinə isə 4 yazırıq. Məsələ burada nədir? Baxın, 18-in tam bölünməsi 2-yə neçə alınır? 9 alınır tam hissədə, düzdürmü? Yəni tam olaraq 10 ilə bölünür. 18-i 2-yə böləndə 9. Və 9 4-dən böyükdürmü? Bəli, böyükdür. Onda while hissəsinə girəcəyik biz. 9 4-dən böyük olduğu üçün while-ə girdik. S-in heç qiyməti 0-dır gördüyünüz kimi və buradan qeyd eləyəcəm 0. Üzərinə gəlirəm A-nın qiyməti, yəni 4-dür. Belə çıxır ki, S-in indiki qiyməti 0 üstə gəl 4, yəni 4 alındı. Baxın, S-in qiymətini, təzə qiymətini hər zaman kənardan və yaxud elə buradan da yaza bilərsiniz. Mən buradan yazım, daha səliqəli olsun. K-nın, A-nın və S-in təzə qiymətlərini buradan qeyd eləyəcəm. Hətta köhnə qiymətlərini də yazım. 18, 4, 0. S-in qiyməti dəyişdi, indi oldu 4 gördüyünüz kimi. Ona görə 0 qiymətinin üzərindən xətt çəkib 4 qeyd elədim. K-nı bir vahid artırmaq lazımdır. K-nın qiyməti 18 idi, bir vahid artıracağıq. 18 üstə gəl 1, eləyəcək 19. Növbəti hissədə də A-nı 2-yə vurub 1 çıxmalıyıq. A-nın qiyməti 4 olduğu üçün bura qeyd eləyirəm 4, vurulsun 2, 8, bir də çıxsaq 7 alınır. Baxın, birinci dövrümüz sona çatdı. Bir dəfə biz dövr elədik. Keçdik ikinci dövrə. İkinci dövrdə yenidən mən while hissəsində yeni qiymətləri qoymalıyıq. A dəyişəninin qiyməti 7-dir. Biraz da qələmi qalınlaşdıra bilsəm, əla olacaq. A dəyişəninin qiyməti demək 7-dir. K-nın qiyməti isə 19-dur.
İndi 19-u 2-yə böləndə tam hissədə neçə alınır? 9 alınır, düzdürmü? 19-u 2-yə böləndə 9 tam onda neçəsə eləyir? 9 tam onda 5 hətta. Deməli 9 7-dən böyük olduğu üçün onda bir dəfə də dövr eləyəcəyik biz. S-in qiyməti gördüyünüz kimi buradan 4 idi. Bura qoyuram 4. A-nın qiyməti bizdə 7 idi. 4 üstəgəl 7. S-in oldu yeni qiyməti 11. Daha biz 4 qiymətini silib 11 qiymətini yaza bilərik. K-nı 1 vahid artırmaq lazım idi. K 19 idi. 1 vahid artacaq. Olacaq demək 20. Və A-nın qiyməti bizdə 7 idi. 7-ni 2-yə vururuq və 1 çıxırıq. 14-dən 1 çıxırıq, o da bizə 13 verir. Deməli, buranın da qiyməti oldu 13. Beləliklə, biz yenidən vahid hissəsinə gəlsək, yeni qiymətləri qoysaq, A-nın qiyməti, yeni qiyməti oldu bizdə 13, K-nın qiyməti isə oldu 20. İndi 20-ni 2-yə böləndə tamında qalır, yəni belə deyək, qismətdə qalır 10, düzdürmü? Tam bölünür də zaten. 10 13-dən böyükdürmü? Artıq bu dəfə şərtimiz ödənməyəcək. Burada qaldı 10, burada qaldı 13. 10 ondan 13-dən böyük olmadığı üçün biz gəlirik ən sonuncu hissəyə. Deməli, ən sonuncu hissəyə gəlməyə ehtiyac yoxdur, çünki bizə deyirdi neçə dəfə dövr olacaq. Neçə dəfə dövr elədik? 2 dəfə dövr elədik. Deməli, bu da bizim sualımızın cavabı olacaq 2 dəfə. Diqqətli olun, burada yazılanlar birinci qiymətləridir. Bu artıq dövr sayılmır. Bu birinci qiymətləridir. 2 dəfə də dövr elədik. Deməli, sualın cavabı B variantı olacaq. Gəldik bir növbəti suala. Proqramın nəticəsini müəyyən edin. Deməli, A dəyişəni siyahı tiplidir. 12, 7, 5 bu qiymətlər verilmişdi. B isə boş siyahıdır. İndi biz yəqin ki, əlavə eləyəcəyik. Bəli, insert eləyəcəyik. For i in range 0, len A 2. Len nə işi görürdü? Deməli, verilmiş dəyişəndə olan sayırdı, elementlərin sayı. A siyahısında neçə dənə var? Dəyişən, deməli 1, yəni qiymət 12 var. 1, 2, 3, 4, 5. Ümumiyyətlə 0 len A yazılsa, demək ki, biz siyahının bütün elementlərinə müraciət eləyəcəyik. Əgər bu 2 olmasaydı, bax bunu deyim sizlərə. 0 yazıb len A yazsaydı, 2 dənə bunu versəydi, siyahının bütün elementlərinə müraciət eləyəcəkdik. Amma bizdə belə bir şey verib ki, burada da 2 verib. Bu nədir? Artım sayıdır. Nə deməkdir artım sayı? Baxın, biz buranın 0 olduğunu bildik. Len A 1, 2, 3, 4, 5 dənə, yəni saydıq ki, burada 5. 0-dan 5-ə qədər. Amma artım sayımız 2, 2 olmalıdır. Yəni necə? Biz i-nin 0 qiymətinə görə dövr eləyəcəyik. Ondan sonra i-nin 2 qiymətinə görə, bax bu 2 artım sayıdır. Elə biz 0-ın üstünə 2 gəldiniz, 2 oldu. Bir dəfə də üzərinə 2 gəlirsiniz, 4 olur. Yəni dövrlərimizin sayı 3 dənə olacaq. Oldu. 0-dan 5-ə qədər bilirik ki, 5-in özü götürülmür heç vaxt, sonuncu götürülmür. 2 də artım sayıdır burada. Normalda 2 olmur çox vaxt burada. Yəni bir-bir addımlayırıq. 0, 1, 2, 3, 4, 5. Bu 5 yox, 0, 1, 2, 3, 4. Amma burada 2 qeyd olunub deyə 0, 2, 4. 3 dəfə dövr eləyəcəyik. Gəlin indi biz 0-a görə dövr eləyək. İndi biz birinci növbədə B insert. Insert nə işi görürdü? Göstərilən indeksə, yəni i-nci indeksə bu qiyməti əlavə eləyirdi. Oldu mu? Gəlin indi biz qeyd eləyək. Deməli baxın, i-nin qiyməti başlanğıc olaraq 0-dır. Yəni buradakı qiymət 0-dır. 0-cı indeksə biz nəyə əlavə eləyəcəyik? A 0. Yəni bu i-nin yerinə 0 yazıram. İndi A-nın 0-cı indeksində nə var? 0, 1, 2, 3, 4 indeksləmə belə həyata keçirilir. A-nın 0-cı indeksində 12 var. Yəni 12-ni 2-yə vurursunuz. Nə olur? 24 olur. Deməli, B dəyişəninə əlavə elədik. Hətta B-nin buradan da qeyd edə bilərəm. B dəyişəninə, B siyahısına əlavə eləyəcəyik. Biz nəyi? İlk olaraq 24-ü əlavə eləmiş olduq. Ümumiyyətlə bunu yazan kimi, gəlin belə deyək də çox yormayaq özümüzü. Biz 0-cı indeksi, ondan sonra ikinci və dördüncü indeksləri götürürük və onların qiymətlərini 2-yə vurub əlavə edirik, insert edirik. 0-cı indeks 12 idi deyə A-nın. 12-ni 2-yə vurdum 24. İkinci indeks hansıdır bizdə? 5-dir ikinci indeks. 5-i 2-yə vuracağıq. Buradakı 2-yə vururuq. Və bu bizə verəcək deməli 10-u. Bir də bizə dördüncü indeks lazımdır. O da 44-dür. 44-ü vuracağıq deməli 2-yə. O da bizə verəcək 88. Beləliklə dövrümüz sona çatmış olacaq. Yəni biz fordan çıxmış olacağıq. Sort nə işi gördü? Sort artan sırayla düzürdü. İndi 24, 10, 88 artan sırayla düşsək, 10, 24, 88 almış olarıq. Demək ki, print B sualın düzgün cavabı olacaq 10, 24, 88. Təbii ki, siyah tipli olduğu üçün kvadratda da yazılacaq. Bu da elə A variantında göstərilir. Belə. Növbəti sualımıza gələk. Klaviaturadan proqramın icrası zamanı girişə bu ədəd daxil edilərsə, nəticəni müəyyən edeyim. Biraz yaxınlaşdırsam, məncə daha yaxşı olacaq. Əla. İlk olaraq nə verilib? S input. Input yəni verilmiş bu ədədi daxil edəcəyik. Split 1. Split nə deməkdir?
Bax, bu sətir tipli bir məlumatdır. Split isə onu siyahıya çevrilir. Amma necə siyahıya çevrilir? Harda ki, bax bu simvol var, yəni bir simvoldur da. Harda ki bir simvolu var, həmin simvolu elə bir biz vergül kimi başa düşməliyik. Yolda ayrıcı kimi başa düşməliyik. Gəlin onda baxaq görək burada nə alınacaq? S-in qiyməti necə olacaq? Bax bir burada var. Mən buradan dən xətt qoyacağam ki, bax ayrıldı. 23 və bu tərəfə ayrıldı. Növbəti bir buradadır, bu da ayrıldı. Ondan sonra bir buradadır, 52 də ayrıldı digərlərindən. Bir buradadır, burada ayrıcı qoydum. O zaman siyahı necə olacaq? 23, 4, 52, 33, 98. Bu artıq siyahıya çevrildi. Və bir ilə də mən bölgüləri qoydum. Ondan sonra A siyahısı verilib. Boşdur, demək ki, əlavə eləyəcəyik. Amma bu dəfə append ilə əlavə eləyirik. Yəni artıq indeksdən yox, sadəcə elə siyahıya əlavə eləyəcəyik biz. Ondan sonra nə baş verir? Biz birinci növbədə for i in S. Deməli S bizdə siyahı tiplidir. 23 var, 4 var, 52 var, 33 var, 98 var. Baxın, ədədlərə müraciət eləyəcəyik ya biz. Siyahıda olduğu üçün bu ədədlər. Biz 23-ə müraciət eləyirik ilk olaraq. Çünki deməli S budur. Yəni biz buradakı gələcək S-in yerinə i-dəki 1-1 onlara baxır. 23-ə baxacağıq. O zaman i-nin qiyməti birinci 23-dür. Gətirib bura qoyuruq. Əlbəttə integer yazıb, çünki burada stringdir, amma integer onu ədədə çevirir. Deməli 23-ü biz 2-yə böləndə qalıqda 0 alırıqmı? Bilirsiniz ki, bu qalığı göstərir. Yəni qalıq bu formada göstərilir. 23-ü 2-yə böləndə qalıqda 0 alınmır. O zaman əlavə eləməyəcəyik. Onda 23-ü mən siləcəm. Siyahıma əlavə eləməyəcəm A siyahısına. Təzədən yoxlayacağıq 4 rəqəmini. 4-ü 2-yə böləndə qalıqda 0 alınırmı? Alınır. Onda aşağıda if-in aşağı hissəsinə append yazılıb, yəni daxil eləyəcəyik biz 4-ü. 4-ü bura daxil eləyəcəyik. Sonra 52-ni yoxlayacaq. 52-ni 2-yə böləndə qalıqda 0 alınırmı? Bəli, yəni cütlərdən söhbət gedir də. 4, 52 və 98 cütdür bizdə. Ona görə bax bu hissələrdə 4-də, 52-də və 98-də girəcəyik. Əlbəttə ki 4, 52, 98 siyahı alınacaq və nə edəcəyik? Join vasitəsilə də onu çevirəcəyik string tipli. Yəni siyahıdan çıxardacağıq, stringə daxil edəcəyik. O da birləşəcək hamısı bir-biri ilə. 452, 98. Bax bu formada cavabımız qalacaq C variantı. Yəni kifayət qədər məncə rahat sual idi. Gəldik bir növbəti suala. Deməli, A-nın qiyməti 56 verilmişdi, C-nin qiyməti 123, amma string tiplidir, yəni ədəd tipli deyil. Üstəgəl string A. A-nın qiyməti nə idi? 56-dır. Artıq bu ikisi birləşəndə qətiyyən ədəd kimi toplanılmır ha. 123 yazılır. İşarəni də qoyum. Dalıyca da 56-nı yazacağıq. Yəni stringlərin toplanması bilirsiniz kimi birləşdirmədir. Ardıcıllıqla 1, 2, 3 yazdıq. Dalıyca da 56-nı bu formada yazırıq. Qətiyyən bu ədəd deyil. Bunu yadınızda saxlayın. S-ni vururuq 2-yə. İndi bəzi tələbələr və yaxud müəllimlər bunu götürür 2-yə vurur. Əlbəttə ki, bu yanlışlıqdır. Bunu ədəd olaraq 2-yə vurmuruq. String tipli olduğu üçün bunun 2-yə vurulması 2 dəfə ardıcıl yazılmağı deməkdir. Yəni bu formada yazdıq, bir dəfə də bu formada yazmalıyıq. Bilirsiniz ki, stringdə vurulma demək, təkrar yazılma deməkdir. Bu formada yazdıq və bir dənə də deyir ki, axırda bu A-nın qiymətini floata çevirməlisən. Bu da nə edir əlbəttə ki, tam hissə ilə götürür. Yəni nöqtədən sonra da 0 qoymalıyıq biz. O zaman sualın cavabı Y variantı yox. Çünki yenə deyirəm, float yazılıb. Sualın cavabı A variantı olur. Artıq birinci sualda demişdik ki, bu artıq nöqtəli formada olur, float. Gəldik növbəti sualımıza. A-da belə bir, A dəyişəninə belə bir qiymət verilib 135-79 list formasında. For i in A. Yəni biz burada olan hər bir rəqəmə müraciət eləməliyik. Və əlbəttə ki, bu artıq rəqəm olacaq nəyin vasitəsilə? Integerin vasitəsilə. Biz ona rəqəm kimi baxa biləcəyik. Onda biz birinci buradan 1-i götürürük. Yəni A dəyişəninə 1-1 müraciət edirik. Birinci 1-i götürəcəyik buradan. Baxın, biz 1-i 2-yə böləndə qalıqda 0 alarıqmı? Yox, əlbəttə ki. Onda bu if-dən biz artıq yes-ə daxil olmayacağıq. Elif-i yoxlamalıyıq. Biz 1-i 3-ə böləndə bu hissədə 0 alacağıqmı qalıqda? Yox, 1-i 3-ə böləndə qalıqda 0 da alınmır. Onda biz else-ni icra etməliyik. Ardıcıllıq belə olur da. Əgər if alındısa, if-i icra eləyirik. Alınmadısa, elif-i yoxlayırıq. Elif alınsaydı, elif-i icra eləyəcəkdik. Əgər heç bir alınmadısa, if də, elif də, onda else-ni icra eləməliyik. Else-də də nə deyir? 3 dənə ulduz yazmalıyıq əvvəlcə biz. 3 dənə ulduz yazırıqsa, başlamalıyıqsa 3 dənə ulduzla, onda belə çıxır ki, D variantı silinəcək. Baxın, D variantında yes yazılıb əvvəlcə. Bu yanlışdır. Burada da demək yes yazılıb. Bu heç birində qalan problem yoxdur. Davam edə bilərik. Ondan sonra nə edəcəyik? İkinci rəqəmimiz bizdə 3-dür. Deməli biz 3-ü gətirəcəyik bu hissəyə. Baxın, 3-ü buradan götürdüm, yazdım bura. 3-ü 2-yə böləndə qalıqda 0 alınırmı? Yox, onu da elifi yoxlayıram. 3-ü 3-ə böləndə
Buradakı 3-dən gedir söhbət. 3-ü 3-ə böləndə qalıqda 0 alınırmı? Bəli, alınır. Yəni o zaman biz elifə daxil olmalıyıq da. Burada da print no deyir. Onda 3 dənə ulduzdan sonra no gəlməlidir. 3 dənə ulduzdan sonra no gəlirsə, bu B variantında yoxdur, bu Y variantında da yoxdur, C variantında da yoxdur. Elə sualın düzgün cavabı A variantı qalmış olacaq. Yenə də yəni bir-bir yoxlaya da bilərsiniz. Zaten növbəti 5 qoyacağıq. Zaten 5-i 2-yə böləndə 0 alınmır, 5-i 3-ə böləndə 0 alınmır. Deməli biz növbət dəfə 3 dənə ulduz qoymalıyıq. Baxın bu da 3 dənə ulduz qoyub. Sonra 7-ni yoxlamalıyıq. Eyni şey 7-dədir. Çünki 7-də nə 2-yə, nə 3-ə bölünəndə 0 alınmır. O zaman yenə 3 dənə ulduz qoyacağıq və son olaraq 9-u yoxlayırıq. 9 3-ə bölündüyü üçün artıq biz no yazmalıyıq sonda. Demək ki, düzgün cavab A-dır. 29-cu sualda deyir ki, proqramın icrası zamanı girişə daxil edilibsə, belə bir qiymət, nəticəni müəyyən eləyin. Hardan başlamaq lazımdır? Əlbəttə ki, S inputdan başlamaq lazımdır. Yəni girişdə bu daxil edilir. Ondan sonra y dəyişəni verilib və hələ ki boşdur. For i in range len s. Diqqətli olun. Burada 0 vergül qoyub len s də yaza bilərdi. Bu o deməkdir ki, s, yəni bizdə s buydu, düzdürmü? Bunun bütün simvollarına biz müraciət eləyəcəyik bir-bir. Çünki sıfırdan başlayırıq. Sıfırıncı indeks 1, yəni i-nin birinci qiyməti sıfırdır, sonra 1, 2. Bütün simvollarına müraciət eləyəcəyik. Və dövrün içərisində nə baş verir? Deyir if, əgər. Buradakı simvollar, yəni hamısını deyirəm də burada. Rəqəm və yaxud tərif fərqi yoxdur. Buradakı simvollardan hansı bunda olarsa, buradakında olarsa, onda sən ifə daxil olacaqsan. Olmasa else hissəsi ilə gəlirsən. Demək ki, biz nə edəcəyik? Biz ancaq rəqəmlərə çatanda bu hissələrə da ifə daxil olacağıq. Hardakı hərflər olacaq, onda biz else hissəsi ilə gedəcəyik. Bir dənəsini mən sizlərə göstərim. İlk olaraq i-nin birinci qiyməti sıfırdır. Yəni biz fs, daha doğrusu if əgər sıfırıncı indeks, yəni A hərfidir də, bu düzdürmü? Burada var A hərfi? Yoxdur. Onda biz else ilə gələcəyik. Else-də də deyir ki, let-də, yəni biz yuxarıdakı funksiyaya müraciət eləyəcəyik. S-if, i-nin yenə deyirəm, qiyməti 0 idi. S0 da bizdə A simvoludur. Sıfırıncı indeks A simvoludur. Biz hesablamalıyıq. S, deməli, daha doğrusu biz hesablamalıyıq. Let-də A-nı. Yuxarıya müraciət edirəm. Bax, let-də olan hissədə funksiyaya müraciət edirəm. Z-in qiyməti artıq oldu A hərfi. Deyir ki, return Z lower. Yəni, nə etmək lazımdır? Baş hərfi olan A-nı balacalaşdırmaq lazımdır. Lower balacalaşdırma deməkdir. O zaman biz baş hərfi olan A-nı balaca A kimi qeyd edəcəyik. Sonra isə biz artıq S-ə görə başlayacağıq dövrə girməyə. Çünki artıq növbəti indeks bizdə birinci indeksdir. O da S-i göstərir bizə. Sıfırla dövr elədik, növbəti indeks birinci indeksdir. Yəni o zaman deyirik ki, zaten S burada da yoxdur da, burada ancaq rəqəmlərdir. Yenə də bu hissəyə gələcəyik. Bu dəfə S-ə görə biz yuxarı hissəyə qalxsaq, S-i balacalaşdıracağıq. Yanına yazılacaq A, S. Hə, biz artıq 7-yə çatanda bu hissədə görəcəyik ki, yəni söhbət ikinci indeksdən gedir də. İkinci indeks olan 7, əlbəttə ki, burada var. Görürsünüz, 7 burada var. Demək ki, nə edəcəyik? Bu hissəyə daxil olacağıq. Onda SI, yəni 7-ni, yəni ikinci indeks olan 7 idi. 7-nin kvadratı yazacağıq. O da bizdə nəyə verəcək? 49-u. Və ondan sonra bunun gerisinə 49-u əlavə edəcəyik. Çünki string tiplidir. Yəni bunlarla da, y-la da, y-in qiyməti AS idi. Gerisinə də 49-u yazacağıq. Və bu formada. Onda gəlin belə qısa formada sizlərə deyim ki, bütün böyük hərflər balacalaşacaq, bütün hərflər balacalaşacaq. Hardakı rəqəmlər var, onların kvadratları olacaq onların yerinə. Yəni 7-dirsə 49 olacaq, 8-dirsə 64 olacaq, 9-dursa 81 olacaq. Ondan sonra 1-dirsə 1, 1-dirsə 1, 1-dirsə 1, 3-ün də yerinə 9 olacaq. Yəni hamısının kvadratını yazacağıq. Gəlin variantlara baxaq. İlk olaraq zaten məntiqi tutduq ki, balaca hərflər yazılacaq. B, C variantı getdi. Çünki burada böyük hərflər qalıb hələ də. Həm də D variantı getdi. Sonra da başa düşdük ki, rəqəmlər olanda onların kvadratını yazmalıyıq. O da demək ki, burada 69 yazıb, 69, yəni 69 da olmasa ən azından bunu 9 kimi tutaq ki, götürə bilərəm. Amma ki, buradakı bu 1-in kvadratı 1-dir axı bizdə. Bu isə götürüb 6 yazıb, demək yanlışdır. E variantı sualın düzgün cavabıdır. Gördüyünüz kimi bura yazdığım ədədləri məhz bu hissədə görürük. 64, 81, 1-in kvadratları, 1-in kvadratı və 3-ün kvadratı. Gəldik növbəti sualımıza, yəni 32-ci suala. Proqramın nəticəsini müəyyən eləyin. A12, B4, K-nın qiyməti 0-dır. Əvvəlcə biz dövrə daxil olmaq üçün burada müəyyən eləyək. Görək dövrümüzün sayı nə qədərdir. Deməli, A-nın qiyməti 12, B-nin qiyməti isə 4. 12-ni 4-ə bölürük. Bu bizə verir 3. 3-ü də 3-ə vuranda 9. Yəni 0-dan 9-a qədər 9 dövrümüz olacaq bizdə. Təbii ki, 0-ı da götürdüyümüz üçün 0-dan 8-ə qədər 9 dənə dövr var. Və əməliyyat nədir?
K-nın üzərinə hər dəfə 2 gəlməliyik. Yəni belə deyim də sizlərə. Bunun əslində çox bəsit qaydası var. K-nın qiyməti 0 deyil və hər dəfə də üzərinə 2 gəliriksə, dövr saat 9 dənədir. O zaman biz buranın qiyməti 2-dir. Elə bil 1 vuraq 2 onsuz da 2-dir. Əlavə olaraq bir dənə də 9-a vururam. 9 dəfə elə bir 2 gələcəm. Bunun da qiyməti 18 eləyir. Yəni C variantı. Təbii ki, indi siz bu formada da yox, uzun-uzadı da yaza bilərdiniz. Yəni belə deyim. Ən qısa yolu budur və ən sadə yolu da məncə budur. 9 dəfə dövr eləyirik, hər dəfə də 2 vahid artırırıq. Yəni K-nın qiyməti də 0-dır. Ya da belə bəzən xırda-xırda yazanlar da olur. Biraz vaxt itkisidir, amma yazım K-nın qiyməti 0-dır. 0 üstə gəl elə bir 2, elədi 2. Bu sıfıra görə idi də. Biz elə bir buradakı sıfıra görə dövr elədik. Sonra i-nin qiyməti axı bizdə 1 olacaq. Artıq biz növbəti dəfə bura k-nın yerinə 2 qoyacağıq. 2-nin üzərinə bu 2-ni gəlirik eləyir 4. Sonra artıq i-nin 2 qiymətinə görə dövr eləyirik. Təbii ki, i-nin özü sadəcə bizə dövrlərin sayını bildirmək üçün lazım oldu. I-nin özü bu hissədə iştirak eləmir, oldu. Demək ki, bu formada davam eləyəcəyik. Belə və ən axırda da 16 üstəgəl 2, 18-i bu formada tapmaq olardı. Hər ikisi doğru cavabı verəcək. Gəldik növbəti suala. Yenə bir funksiya verib def funksiyası. Gəlin görək əvvəlcə bizdən nə istəyir. Bizə s-in qiyməti verilib, bir siyahı verilib. 12040, 10, deməli 6000 nəsə bunlar verilib. Ondan sonra bizə deyir ki, for i in range, yenə də bütün buradakı siyahının elementlərinə biz müraciət eləyəcəyik. Len s yazılıb, hamısına bir-bir müraciət eləyəcəyik və müraciət edib nə edirik? Deməli, biz əvvəlcə sıfırıncı indeksi qeyd edirik. S-i, yəni S0-cı indeksində nə yazmalıyıq biz? Nəyi əvəz eləməliyik? Yəni sıfırıncı, bunu görək nə ilə əvəz edirik? Əlbəttə ki, burada 0 yazıram. Hə, indi burada nə etməliyik? Sıfırıncı indeksdə 12040 var, düzdür? Biz bura qeyd edəcəyik 12040-ı. Mötərizədə qeyd edirik amma. Bu əlbəttə ki, DZ olan, yəni yuxarı bizi def-ə aparır. Gəlin görək bu def DZ A, A-nın qiyməti artıq bilirik də mötərizədə yazılan 12040 oldu. Gəlin görək bu nə işi görəcək. A list string tipli A. Deməli nə edəcək? Stringə çevirir A-nı, yəni 12040 yazılıb və 12040-ı stringə çevirəndən sonra bir də bunu list siyahı formasına salır. Yəni siyahı formasına salmaq nə deməkdir? String tipli məlumatı. Əvvəlcə 1 yazılacaq. Ondan sonra 2, yəni siyahıda belə olacaq da. Sırayla hamısı yazılır da, yəni 0 olacaq, ondan sonra 4 olacaq, sonra da 0 olacaq. Dırnaqdanız. Oldumu? Ondan sonra nə deyir? Deyir ki, T-nin qiyməti A siyahısında, yəni 1, 2, 0, 4, 0 siyahısında sıfırların sayını tapmaq lazımdır. Sıfırların sayı da gördüyünüz kimi 2 dənədir burada. Və deyir ki, əgər sıfırdan böyük olarsa T-nin qiyməti. Yəni sıfırdan böyük olmaq demək nə deməkdir? Yəni varsa da, siyahıda bu element varsa. Əlbəttə ki, bizim siyahımızda 0-2 dənədir. Yəni T-nin qiyməti bizdə 2 olacaq, düzdürmü? Onda biz A remove eləməliyik. Yəni remove nə deməkdir? Silməkdir. Ən birinci sıfırı harda görəcəksə, bu simvolu harda görəcəksə onu siləcək. Ən birinci harda görür bunu? 2-nin yanındakı sıfırdır da, düzdürmü? O zaman sıfırı siləcək. Nə qaldı burada? 1, 2, 4 qaldı və sonda da 0 qaldı. Bu return bizə qaytarır nəyi? Bunların birləşməsi. Çünki join eləməliyik biz bunları. 1, 2, 4, 0. Əlavə olaraq da onu deyim ki, sizə integer tipində olmalıdır. Yəni integer tipində olanda artıq bu dırnaq işarələri gedəcək, oldu mu? Birləşdiririk. Yəni 1, 2, 4, 0 yazırıq. Integer olduğu üçün artıq dırnaqlar olmayacaq. Yəni bunu belə yazmayacağıq. Elə 1240 kimi yazmış olacağıq, oldu mu? Eyni şey ikincidə də olacaq. Xülasə, o zaman biz bu funksiyanın mahiyyətini başa düşək də. Bu funksiyada bizə def-də nə edir? Deyir ki, əgər t-nin qiyməti, yəni ədədlərin hər birini biz yoxlayacağıq. O ədədlərdə hansındasa 0 varsa, yəni 0 sayından çox olmaq demək, yəni buradakı sıfırların sayı 0-dan çox olmaq demək var olmaq anlamına gəlir. O zaman sən birinci sıfırı silməlisən. Məsələn, biz onu yoxlasaq, aşağı hissədə bura 10 yazsam, yuxarıya da 10 yazacağam. İndi təbii ki, onda da bir dənə sıfır var da, düzdürmü? T-nin qiyməti 1 olacaq. Biz o 10-dakı sıfırı siləcəyik. Yəni buradakı sıfırı silirik. Qalacaq 1. 1240 sonra 1 olacaq. Sonra 6007-də ilk olaraq hansı? Buradakı sıfırdır, düzdürmü? Buradakı sıfırı siləcəyik. O zaman qalacaq 607. Ondan sonra 230-da sıfır buradadır. Qalacaq 23. 100-də birinci sıfır budur. Yəni bunu siləcək, qalacaq burada 10. 2020-də də birinci sıfır budur. Qalacaq burada 220. Və bunların da yenə deyirəm, hamısı integerə çevriləcəyi üçün biz bunu formada qeyd edirik, dırnaqsız. Baxaq görək harda var bu? 1240, 1, 607, 23, 1220. Elə A variantında var. A variantında var. Düzgün cavab A variantı. D variantı götürənlər olur. Xeyr, D variantı götürə bilməzsiniz. Çünki string tipli deyil. Siyahının elementləri gördüyünüz kimi bizə integeri qaytarır.
O zaman dırnağa ehtiyac yoxdur. Gəlir bir növbəti sualımıza 47. Proqramlı icraat zamanı bu ədəd daxil edilibsə, nəticəni müəyyən etmək lazımdır. Gəlin görək necə eləyəcəyik. Əvvəlcə daxil elədik bunu və integer tiplidir, yəni ədəd tiplidir. ABC nə deməkdir? Mütləq qiyməti, yəni modulu tapır, müsbət ədəd çevirir. Demək ki, bu mənfinin artıq olmayacaq. Müsbət ədəd oldu bu ABC-yə görə. For i in range 0-dan 5-ə qədər. Yəni 5 dənə dövr var da. 0, 1, 2, 3, 4 qiymətləridir. i-nin qiymətləri 4 dəfə dövr eləyirik. Əsas bizə dövrlərin sayının olmasıdır. Yəni onu tuta bilməyimizdir. Dövr sayı 4 dənə. Və hər dəfə də nə edir? Deməli, bizim ədədimizi 10-a bölür. Tam hissəni götürəcəyik də biz belə deyək. Əlbəttə ki, bu ədədi 10-a böləndə sonuncu rəqəmi 1 sadəcə gedəcək. Yəni qalacaq 123.428. Bu birisi ilə 4 dəfə dövr eləyirik. Belə deyək. Əvvəlcə bu 1 qiymətini siləcəyik. Sonra 10-a böləcəyik. Bu 8 gedəcək. Sonra da 10-a böləcəyik. 2 gedəcək. Sonra da 10-a böləcəyik. 4 gedəcək. Yəni biz 4 dəfə dövr eləyəndən sonra bu hissədə qalacaq 123. Və dövrdən çıxırıq nə edirik? 123-ü 10-a bölürük. 123-ü də 10-a böləndə bu bizə verəcək. 10-a böləndə yox, vuranda, dövrdən çıxandan sonra vururuq. 123-ü biz 10-a vursaq, bu da bizə 1230 verəcək. Bu qədər. Nöqtəyə falan da ehtiyac yoxdur. Niyə görə? Çünki tam bölünmə zamanı, yəni bu iki dənə xətt olarsa, o zaman biz nə edirik? Integer tipi götürürük, float deyil. Bir xətt olsaydı o zaman hə. Bir xətt olsa zaten biz artıq nöqtədən sonrakı hissəni də yazmalıyıq. Məntiqlə də tapa bilərdik bu formada. Və bəzən də görürəm ki, müəllimlərdən bir qismi də tam 4 dövrün 4-ünü də yazır. Yəni eyni şey alacağıq onsuz da. Birinci növbədə bu gedəcək, ikinci növbədə görəcəksiniz ki, ona böləndə ilk olaraq bu alınır, sonra ona böləndə buradakı 8 gedir belə alınır. 4 dəfənin sonunda bəli 123 alınır, sonra da ona vururuq 1230 alınır. Doldu növbəti sual. Belə sertifikasiya sınaq imtahanında düşmüş Python sualları bu qədər idi. Ümid edirəm hər şey sizlərə aydın oldu. Növbəti sual izahlarında görüşənədək.